Salam dostlar. Əziz Babək bəy Bəxtavərin danışıqlarına və sunduğu analizə çox dəyər verirəm. Çox önəmlidir məncə. Hər halda bir tərəfsiz mövqedən məsələyə baxmağa çalışıb və fikirlərini o sahədə sunmağa çalışır. Mühüm məqamlar var söhbətlərin içində ki, mən çalışacağam bəzi mühüm yönlərə və qaçınılmaz bölümlərə bir siyasi və milli azadlıq hərəkatında işarə edeyim və onların zərurətini bizim bugünkü hərəkatımızın halində diqqət çəkim. Babək bəy hərəkatımızın ilk aşamalarında Varlıq dərgisinin zəhmətləri, Babək qəlləsinin nümayişləri, 85-ci ildə o geniş dalğa, milli dalğa və onun siyasi etkilərinə işarə edirlər və onları birliyin bir sonucu kimi analizində ələ verirlər. Bu da bir həqiqətdir. Amma orada bir həqiqət diqqət mərkəzindən qaçır. O da bu ki, adın çəkdiyimiz aşamalar, Varlıq dərgisi, Babək qalasının yürüyüşü, 85-in hadisələri, hətta Çehrəqani bəyin kandid olması belə milli hərəkatın Azərbaycanda kültürel aşamanın devrində baş verən hadisələrdir. Yəni hamı birlikdə, siyasiləşməmiş bir durumda, kültürel aşamada hamı nə istir? Milli varlığımızı, milli dilimizi, milli vətənimizi qoruma. Yəni hərəkət siyasiləşməyib. Bəlkə Çehrəqani bəyin kandid olması Türk milli hərəkatının siyasi aşamaya dönməsinin başlanğıcı sayılsın. Ondan sonradır ki, siyasi fikirlər meydana gəlir. İstiqlaliyyət düşüncəsi, federal düşüncəsi və başqa fikirlər əgər varsa. Buna görə kültürel aşamada bütövlük, birlik doğaldır. Çünki hamı bir yöndə düşünür. Milli varlığa söykənmək, milli dildən müdafiə etmək. Və bu kimi faktorlarda tamamilə hər kəs bir-birinin yanında durur. Hətta bəlkə bir nəfər də burada kənarda duran bir insan tapa bilməz. Amma hərəkət siyasiləşdiyində, onda məsələ başqa olur. Siyasi hərəkət meydana gəlir və o siyasi hərəkətin ən önəmli bölümü siyasi teoridir. Siyasi fikirlərdir və təşkilatların da quruluşu o siyasi fikirlər əsasında olur. Burada fərqli toplum analizlərinə dayanaraq fərqli siyasi fikirlər də meydana çıxır. Burası da doğaldır. Fərqli siyasi hərəkətlər, fərqli siyasi düşüncələr əsasında meydana çıxırsa nəticə nə olur? O fərqli düşüncələr özlərini təsbit etmək üçün fərqli düşüncəyə qarşı bir eleştirel baxış açısına sahib olur. Yəni, fərqli təşkilatlar, fərqli fikirlər arası toplumda bir eleştirel və tənqidi zehniyyət formalaşır və bu vasitə ilə bu tənqidçiliyin içindən siyasi fikir sahəsində toplumun dərinləşməsi, eyni halda həman fikir sahibləri bu eleştirel durumda və bu tənqidçilik qarşılaşmasında öz fikrinin nə qədər dərin olub olmaması, nə qədər realitəyə dayanır, nə qədər rasionaldır, əqlanidir, fikrinin bu bölümlərini öz yanında dəyərləndirib və fikrin dərinləşməsinə fikir sahibi yanında səbəb olur. Bu sürəcdə doğaldır. Yəni hər bir normal topluma baxdığımızda da durum budur. Fərqli fikirlər və fərqli fikirlərin qarşılaşması və o vasitə ilə fikir sahiblərinin dərinləşməsi və toplumun maarifləşməsi ilə sonuçlanır. Bu da doğal bir süreçtir. Babək bəyin sözlərinə yaxınlaşmaq istəsəm, burada siyasi hərəkətsənsə siyasi alternativ sunmalısan. Siyasi plan və proqramın olmağı lazımdır və onu topluma sunmalısan və toplumdan ona dəstək gözləməlisən. Bura qədər də işlər öz yolundadır, doğaldır. Bir təşkilat Azərbaycanın istiqlalı ilə
Azərbaycana hüquq qazandırmaq istəyir. Bir başqa təşkilatla, federal şüarı ilə Azərbaycana dəstək qazanmağı mümkün görür. Və yenə də normal olaraq bu iki stratejiyə inananların arasında da həm diyaloq, həm mübahisə və həm də tənqidçilik meydana gələ bilər. Yəni burada da bir özəl bir durum yoxdur. Yəni gedişat doğaldır. Amma bir şey diqqətimizi çəkir. Hərəkat içində biraz ekstrem davranma, ekstrem ideolojiyalar və ideolojiyə ekstrem bir şivə ilə yanaşma. Yəni istiqlalçı isənsə federalçını düşmən görmə. Ya federalçı isənsə istiqlalçını düşmən görmə. Bu zehniyyət ekstrem, ya ekstremisti bir zehniyyətdir. Düşmən bəcərdən, Azərbaycana məsələ yaradan, Azərbaycan siyasi güclərinin bir-birinin qarşısına qoyma və düşmənə şərait yaratma deməkdir. Bu problem hərəkatımızın içində vardır. Amma genişliyi haqda bir araşdırma yoxdur. Aktivistlərin sözlərindən, davranışlarından, düşüncələrindən belə bir ekstremizmin hərəkatın içində var olmasını çox aydın görmək olur. Əlbəttə ki, burada vurğulamalıyam ki, bu kəsimi daha istiqlaliyyət zehniyyəti olanların içində görmək olur. Mən indiyə qədər federal kəsimində olan istiqlalçını düşmən kimi görsün deyə rast gəlməmişəm. Bu da mənim şəxsi təcrübəm hesabı olsun. Amma gələk Babək bəyin bir doğru və önəmli sözünə. Oyun qurucu bir gücə çevrilməliyik. Azərbaycanda gedən Türk Milli Hərəkatı oyun quruculuq aşamasına gəlməyincə kimsənin tərəfindən ciddi alınmaz. Nə üçün? Çünki oyun qurucu deyil də, çünki gücü yoxdur. Gücü olsaydı oyun qurucu olardı da. İndi burada stratejinin önəmli rolun bu oyun quruculuğa çevrilmədə diqqət mərkəzinə almaq lazımdır. Strateji konusunda fərqli mövzular araşdırmalıdır. Amma bəzi əsas xəttlər var. Stratejik xəttlər ki, təyin edir. Bu strateji xalq içində yayıla bilir, ya yayıla bilməz. Xalq içində güc qazana bilir, ya güc qazana bilməz. Və ya bir strateji yalnız içəri deyil, İranın içi deyil, ya Azərbaycanın içi deyil, bəlkə İranın xaricində başqa dövlətlər, bölgə dövlətləri və kürəsəl güclər o stratejini necə qarşılarlar? Yəni bir siyasi hərəkatın seçdiyi strateji, o stratejinin olumlu olması, həm içəridən dəstək alması və həm xaricdən dəstək almasına düşünmək lazımdır. İndi onu bir neçə cümlə ilə açıqlasam, dəqiqcə biləcəksiniz ki, nə demək istəyirəm. Əvvəla biz əgərsə bir siyasi hərəkatıq, stratejimiz olmaq lazımdır. İran siyasi coğrafiyasında yaşayırıq, ona strateji olmamız lazımdır. Niyə İrana strateji olmaq lazımdır? Çünki İran rejimi hərəkatımızın, xalqımızın ən böyük əngəlidir hüququnu əldə etməkdə. Yəni İran rejimi çökməyincə Azərbaycan necə hüquq əldə edə bilər? Türk xalqı necə öz müqəddəratını təyin edə bilər? Yəni İran rejiminin yıxılması Türk xalqının Azərbaycanda öz müqəddəratını təyin etməsinə bir müqəddəmədir, bir başlanğıcdır. İlk aşamadır. O olmasa xalq öz müqəddəratını təyin etməyə şərait tapa bilməyəcək. Yəni rejim varsa öz müqəddəratını təyin etmə haqqı gerçəkləşə bilməyəcək. Ona görə birinci aşamada Azərbaycanda milli hərəkat İran rejiminin çökməsinə, dəyişməsinə, devrilməsinə düşünüb və onu gerçəkləşdirməlidir. Bura gəldiyimizdə birinci sual budur. Əcəba Azərbaycan özlüyündə və ya türklər özlüyündə İran rejimini çevirib devirə bilərlərmi? Bu sualın cavabı hər kəsə aydındır. Cavab yoxdur. Onda əgərsə cavab yoxdur,
başka siyasi güclerle bir araya gelip İran rejiminin devirip ve çevirmesine plan ve program hazırlamak lazımdır. Başka gücler kim var? Azərbaycandan çıxandan sonra birinci dərəcədə qeyri-fars xalqların, yəni Azərbaycana yaxın güclərin, siyasi gücləri var. Bəluçlar var, Kürdlər var, Ərəblər var, Lorlar var, Türkmənlər var, Kiləklər var və ondan sonra mərkəz gücləri, yəni Fars xalqına aid siyasi güclər var. Fars xalqına aid siyasi güclər ki, mən onları mərkəz gücləri adlandırıram, genəldə qeyri-fars xalqların həqlərini əldə etməklə müxalifdirlər. Baxmayaraq ki, onların içində barmaq sayısıca bəlkə demokrat insan tapa bildik. Amma ümumiyyətlə onlar qeyri-fars xalqların müqəddəratını öz yaşadığı bölgələrdə təyin etmə haqqını rəsmiyyətə tanımağa kapasiteləri, zərfiyyətləri yoxdur. Yəni müxalifdirlər. İran rejimini çevirib devirməyə bu kəsim güclər var. Əlbəttə bir parantez artırım ki, mərkəz gücləri dediyimizdə o güclərin birgə ya müttəhid gücləri deyildir. Orada da çox fərqli və hətta düşməncə bir-birinə davranan kəsimlər var. Məsəla, mücahidlər var səltənətlərin qarşısında. Səltənətçilər var komünistlərin qarşısında. Komünistlər var mücahidlərin qarşısında. Orada bir qarma-qarış hal da vardır, amma hər halda İran rejimini devirib çevirmək üçün İranda yaşayan xalqların hamısının siyasi gücünün bir araya gəlmirsələrsə, İran rejiminin köçməsinə imkan yoxdur. Əlbəttə bunu izah etməliyəm ki, bu siyasi mövcud güclərin İranda İran rejimini yıxmağa, bir-birinin yanında durmağa ehtiyacları yoxdur. Əlbəttə, əgər bir araya gəlib bir müəyyən və anlaşılır platform əsasında hərəkət etsə idilərsə, çevriliş daha olumlu və daha az bədəl ödəməklə mümkün olurdu. Amma və hər halda bu güclərin bir araya yığışıb bir siyasi etilaf altına yığışmasına gərək yoxdur. Yalnız siyasi etilafa imkanı olan güclər əlbəttə ki, istər-istəməz bir araya gəlməlidir. Məsələ, Azərbaycanda siyasi güclər və təşkilatlar bir etilaf altına yığışmalıdırlar. Qeyri-fars xalqlar bir siyasi çatı altına yığışmalıdırlar. Eyni halda qeyri-fars xalqlarına mərkəzdə olan demokrat təmayüllü güclər bir çətrin altında olmalıdırlar ki, antidemokratik güclərin qarşısında sabah rejim devrilmə və değişilməsində o lazımi siyasi dəngəni yarada bilsinlər ki, mərkəzin faşist güclərinin daha güclənməsinin qarşısını alsınlar. Bura gəldiyimizdə Azərbaycanda milli hərəkata bir sual yönətmək lazımdır. Əcəba Azərbaycanda adını çəkdiyimiz iki güc, yəni istiqlaliyyətə gedən güclər və federalizmlə həqləri əldə edən güclərin varlığından danışdıq. Sual budur. Əcəba adın çəkdiyim İran rejiminə gedilən hərəkətdə etilafların qurulması və rejimin çevirib devirməsinə hərəkətdə istiqlaliyyət söyləmi və istiqlaliyyət siyasi təşkilatı ilə başqa siyasi təşkilatlara yaxınlaşıb və işbirliyi aparmaq mümkünmü? Yoxsa federal söyləmi və düşüncəsi və təşkilatı ilə başqa güclərlə işbirliyi aparma mümkündür? Bu sualın cevabı çox da çətin deyil ki. İran iç gücləri içində dedim, Azərbaycandan sonra qeyri-fars xalqlar, ondan sonra mərkəz güclərində hansı siyasi güclər istiqlalçı bir hərəkətlə rejimi çevirib devirməyə işbirliyi apararlar? Bu sualın da cevabı bəllidir. Yəni kimsə bir istiqlalçı qrupundan İran rejimini devirək deyə yola çıxmaz. Amma Azərbaycanda federal güclər və təşkilatlarla İran rejimini yıxmağa işbirliyi, yaxınlıq, etilafa girmə və etilaf-ı siyasiyə hazır olan olurmu?
Bu sualın cevabı da aydındır. Əlbəttə ki, bu iş mümkündür. Yalnız mümkün değil, hatta bu iş icra halında bir durumdadır. Yani bizleri Azərbaycan Demokrat Partisini işbirliyinə, etilaf qurmasına, müzakirələrə, gələcək alternativ yaratmaya hər bir şeyə dəvət edirlər. Həqiqətən çalışıram ki, bu mövzuları analiz eləyəndə tərəfsiz məsələyə baxım. Məsələnin başqa yönünə baxaq. Yəni, xarici devlətlər İranda nə geçir deyə, İran rejimini devirib və çevirən qruplar kimlərdirlər deyə baxdığımızda, həm bölgesel devletler, Azərbaycan və Türkiyə içində və həm küresel devletler hangi güclər İran rejimini devirib və çevrilməyə təşəbbüs etmələri mühümdür. Yəni hər nəsə İran içində geçir və hətta bugün Azərbaycan hərəkatının içində gedir. Küresel güclər və bölgesel devletlerin gizli orqanları, təhlükəsizlik orqanları dəqiqcə nə varsa öz dövlətlərinə rapor eləyirlər. Yəni onlar keçən hadisələrdən İranın içində, hətta bu hərəkətlərin içində xəbərdardılar. Ciddi sual budur. Acaba bölgesel devletler ve küresel devletler İran rejimini çevirip deviren güclerin içinde istiklalçılar da vardılar diye necə düşünəcəklər? Yani İran rejimi devrilip ve çevriləndə İran içinde iç savaş meydana gelecek ve bölge devletlere ve küresel devletlere baş ağrısı getirecektir. Ama bölge ve küresel devletlere İran rejimini çeviren ve deviren gücler İran içinde meselenin çözümünü aktarırlar diye, İran içinde meselenin çözümüne təşəbbüs etmişler diye hem bölge devletlerden ve hem küresel devletlerden İran rejimi değişildiğinde iç savaşı düşmeyecek diye müsbət ve olumlu yanaşılır. Yani muhalefet bölgesel devletler ve küresel devletlerden direkt veya indirekt himayet olur. İndi bura geldiğimizde Azərbaycanda mövcud güclərdə istiklalçı adı ilə meydana çıxıb və İran rejimini dəyişməyə təşəbbüs edirsək, bölgesel və küresel devletlər tərəfindən necə qarşılanacaq? Adını çəkdiyim kimi, əlbəttə ki, negativ qarşılanacaq. Çünki istər-istəməz İranı iç savaşına aparacaqdır və iç savaşına apardıqda bölgesel ve küresel devletleri İran'ın içine çekecek ve bu devletleri ister istemez baş ağrı düzelecektir. Bu baş ağrını küresel gücler ve hatta bölgesel gücler Irak'ta, Suriye'de ve Afganistan'da tecrübe eləmişler. Ve onun tekrarını istememelerini indi de işaretlerin onların siyasetlerinden görmək olur. Ama İran rejiminin değişmesi, çevrilip devrilmesine Azerbaycan tarafından federal söylem ve federal düşünce ve stratejisiyle meydana geldiğimizde bölgesel devletler ve küresel devletler necə düşünəcəklər də buna düşünmek lazımdır. Küresel gücler tarafından İran federal sistemi kurulacak diye müsbət yanaşmanı tarixin də görürük. Irak'ta federalizm yarandı. Bugün de Suriye'de hatta federalizmin gerçekleşmesine çaba vardır. Ve geçen 10 illerde Orta Doğu bölgesinde federalizme bir özen, küresel güclerin Avrupa'nın ve Amerika'nın tarafından özen gösterilmesi ve müsbət ve olumlu baxışı görmək olur. Ama ve təəssüflə bölgesel devletler tarafından federalizme karşı tepki vardır. Əlbəttə indi Irak'ta federalizmin olması üçün Irak tərəfindən İranda federalizmin qurulmasına təpki ola bilməz. Pakistan tərəfindən də təpki ola bilməz. Çünki Pakistan'da sistemi federal devletdir. Qardaş devletlərə gəldiyimizdə Azərbaycan tərəfindən İranda federal sistemə yürüməyin qarşısında durmasına heç inanmıram və o devletin neutral davranmasına inanıram. Çünkü İran'da federal devleti kurulursa ve Azerbaycan'da yani Güney Azerbaycan'da bir yerel devleti kurulursa Azerbaycan devleti ile
Güney Azərbaycanda qurulan yerel devlet arasında çok yakın ve olumlu ilişkilerin olmasını düşünürəm. Ama Türkiye'ye geldiğimizde ama kuşkular vardır. Bildiğimize göre Türkiye'nin devleti son aşamalarda uzun zamandan beri Kürt meselesinin çözümü bazı çabalar ve teşebbüsler olunmuştur. Türkiye Kürt meselesine çözüm bulup ve meselen Türkiye'de halledirse Türkiye'nin bakışı federal İran'a da olumlu olmasını düşünmek olur. Ama indiki durumda Türkiye'nin bakış açısı İran'da bir federal devletin kurulmasına kuşkulu baxıram. Ve təəssüflə Afganistanın, yani Talibanların Afganistanı İran'da umumiyyətdə siyasi çevriliş ve İran rejiminin çevrilip devrilmesiyle muhalif olmasını indidən de görmək olar ve ister istemez federal sistemin kurulmasıyla da muhalif bir mövqedə durmasını başa düşmək olur. Ama oradan ki Afganistan öz problemleriyle məşğul ve etkili bir devlet değildirsə, İran'ın iç gedişatında etkili bir rol oynamasını da heç düşünmürəm. Belə bir perspektivdə İran'da İran rejiminin çevrilip devrilme meselesinde qeyri-farz xalqları, o cümleden Türk xalqı ve Azerbaycan federalisti bir söylemle yaxınlaşsa, hem İran içinde değişikliklerde etkin olabilir, hem harici qüvvələr tərəfindən umumiyyətdə olumlu qarşılanmasını düşünmək, indidən görmək olur. Ona göre burada çok aydındır ki, stratejik bakış açısından Azerbaycanın mənafeyini İran içinde değişiklik ve bölgesel ve küresel gücler tərəfindən olumlu qarşılanmasını da öngörmə mümkündür. Yine de qayıdım Babək bəyin o cümləsinə ki, Azerbaycan'da ve Türk xalqının hərəkatı, milli hərəkatı oyun kurucu bir duruma gelmelidir. Oyun kurucu duruma gelmirsələrsə, kimse de onu tanımaz. Dediğim kimi, oyun kurucu değilse o kadar gücü yoktur demektir. Oyun kurucudursa güclü bir hərəkətdir demektir. Ve adın çəkdiyim faktlara hem içeri harekatda hem bölgesel ve küresel devletler tarafından hangi söylemle Azerbaycan meydana çıkırsa daha etkin olabilir? İstiklaliyet söylemiyle yoksa federal söylemiyle? Burada da uluslararası hukuktan bir faktör artırın, sözümü sona çatdırım. Uluslararası hukukta devletlerin toprak bütövlüyü ilkesi, toprak bütövlüyü əsli devletler tərəfindən uygulanmalıdır. Yani harici devletler bu əsli qəbul eləyərək başka devletin bölünmesine karşı hərəkət eləyərlərlə işbirliği aparma hakları yoktur. Yani kanun izni vermir ki bir devlet bu dünyada bölücü bir güclə işbirliği yaparsın. Eğerse işbirliği yaparsa uluslararası hukuka karşı gedir. Bu adın çəkdiyim toprak bütövlüyü ilkəsini ayaq altına koymak demektir. İndi sualım budur. Uluslararası hukuka geldiğimizde Azerbaycan'da giden harekata himayet kazanmak bölgesel devletler ya küresel devletler tarafından istiklaliyet söylemiyle meydana çıksak o himayeti alabiliriz. Yoksa federal söylemi ile meydana çıkırsak küresel ve bölgesel devletler tarafından himayet kazanabiliriz. Bu sualın cevabına uluslararası hukuka dikkat ettiğimizde hangi söyleme dayanırsa istiklal veya federal himayet kazanabiliriz. Veya başka deyişle istiklaliyet söylemine dayanırsak bölgesel veya küresel devletleri tarafından himayet alabiliriz mi? İndi bu sualın cevabını siz məndən daha yaxşı bilirsiniz. Məni dinlediğiniz için teşekkür ederim.